Bəli, adəti olan orqanlar, xahiş edirik. Bərdə rayonunda stadion deyilən yerdir. Bax, burada çox ağır şəraitdə Abbasova Aytəkin yaşayır. Xahiş edirik bu ailəyə dəstək olunsun. Bu gün mənim ikinci, üçüncü çəkilişimdir. Adəti olan orqanlar. Axı, cənab prezidentimiz deyir ki, çətin şəraitdə yaşayan insanlara birinci dəstək olunmalıdır. Bax, mənim özüm çəkilişə gələn bura tez-tez baxıram ki, o görüm həqiqətən burada yaşayırlar, yaşamırlar. Vallahi yaşayırlar, amma həqiqətən çətin şəraitdə yaşayırlar. Gördüyünüz kimi xahiş edirəm bu ailəyə dəstək olunsun. Yəni Abbasova Aytəkin Həsən qızı, bax Kəlbəcər şəhərinin özündə xahiş edirik, növbəti binalar təmir olunanda, tikindi olunanda, bax yenidən köç olanda bu ailə nəzərə alınsın. Hökmən xahiş edirik. Abbasova Aytəkin Kəlbəcər şəhər sakinidir. Bu ailəyə dəstək olunsun. Xahiş edirik, bir də xahiş edirik aidiyyəti olan orqanlardan. Təşəkkür edirik. Hörmətli izləyicilərimiz, hörmətli insanlarımız, xahiş edirəm, bax burada Bərdədə stadionda yaşayan ailələr çoxu bərbad vəziyyətdədirlər. Xahiş edirəm, mən Müsal Kəlbəcəri olaraq bir aidiyyəti olan orqanlardan xahiş edirik ki, bu insanlara dəstək olunsunlar, köməyə olsunlar. Bax gördüyünüz kimi, bax, bu ailələr çox çətin şəraitdə yaşayırlar. Bəli, bax gördüyünüz kimi, bunlar hamısı çətin şəraitdə burada ailələr yaşayırlar bu istidə və o cümlədə indi bu vəziyyəti sizə göstərəcəm. Adəti olan orqanlar görün ki, həqiqətən də belə çətin şəraitdə yaşayan ailələr var və bunları köməkli eləyin. Bəli, gördüyünüz kimi və bura o oturacaqların altıdır. Onların altında yerlərdə belə qalırlar, çox çətin şəraitdə yaşayırlar. Xahiş edirəm adəti olan orqanlar bunlara dəstək olsunlar və inanırıq ki, inşallah bu ailələrə dəstək olunacaqdır. İnanırıq ona, güvəndik. Gördüyünüz kimi, bax, bura otaqdır, görürsünüz. Geçtik bura bir otaqdır. Salam aleyküm. Hayır yəsi. Salam aleyküm. Ətərsiniz. Kəlbəcərisiz. Heç belə çətin şey edirdim, çətin şəraitdə yaşayırlar. Yəni ki, belə çətin şəraitdə yaşayırlar. Bəli? Allah köməyimiz olsun. Yoxdur. Bəli, baxın gördüyünüz kimi belə çətin şəraitdə yaşayırlar. Xahiş edirik. Adəti olan orqanlar dəstək olsunlar buna. Bəli, gördüyünüz kimi burası stadiondur. Müasir standartlara uyğun stadion. Müasir standartlara uyğun stadionun altında bizim həmyerlilərimiz çox əziyyətlə yaşayırlar. Yəni bu o deməkdir ki, bax burada futbol oynananda orada oturan insanların altında bizim həmyerlilərimiz üzünü çəkirlər. Mənim həmyerlilərim əziyyət çəkirlər. Mənim Kəlbəcərlilərim, mənim Qarabağlılarım, bizim Qarabağlılarımız, bizim yerlilərimiz, bizim həmvətəndaşlarımız, səsi heç yerə çatmayan insanlarımız əziyyət çəkirlər. Xahiş edirəm adəti olan orqanlardan bunlara dəstək olunsun. Təşəkkürlər.